Qurd və leylək. Bir gün qurd balıq yeyərkən qılçığı boğazına batdı. Çox çalışsa da boğazındakı qılçığı çıxara bilmədi. Meşədəki bütün heyvanlardan kömək istədi. Amma heç kim onun dərdinə çarə olmadı. Ümidsiz halda meşədə dərdinə çarə axtaran qurd, uzun dimdiyi ilə çaydan balıq tutan leyləyi görüb sevindi. Leyləyə yaxınlaşaraq dedi: "Əziz leylək, çox təcili yardıma ehtiyacım var. Günlərdir boğazıma bir balıq qılçığı batıb, nə etsəm də çıxara bilmirəm. Dimdiyinlə qılçığı çıxarsan, ömrüm boyu sənə minnətdar olaram." Leylək qurdun halına acıyaraq, ondan ağzını açmasını istədi. Uzun dimdiyini qurdun ağzına saldı və qılçığı çıxartdı. Qurd qılçıqdan xilas olan kimi, sevincək heç nə demədən yoluna davam etdi. Bunu görən leylək dedi: "Nə tez unuttun yaxşılığımı? Günlərlə dözə bilmədiyin ağrıdan səni xilas etdim. Amma sən bir təşəkkür belə etmədin." Qurd qəzəblə leyləyə tərəf dönüb dedi: "Harda görülüb ki, başını qurdun ağzına salan sağ qalsın? Şükür et ki, hələ həyatdasan. Beləliklə sən mənə təşəkkür etməlisən. Çünki istəsəydim, bu an həyatda olmazdın. Hə, indi də görək kim kimə təşəkkür etməlidir."